Sualda deyilir. Kütləsi 5 kiloqram olan cisim sabit F bərabər 20 Newton dartı qüvvəsinin təsiri ilə üfüqi səth üzərində hərəkət edir. Cisimlə səth arasındakı sürtünmə əmsalı 0,2 olarsa, hansı qrafik təcilin modulunun zamandan asılılığını doğru ifadə edir? Gəlin ilk öncə burada üfüqi müstəvidə cismə təsir edən sürtünmə qüvvəsinin qiymətini hesablayaq. Üfüqi müstəvidə F sürtünmə bərabərdir μmj olur. Qiymətləri qoyaq yerinə, onsuz da hamısı var. Bu da olacaq 10 Newton. İndi gəlin təcilin qiymətini tapaq. Newton ikinci qanuna görə A bərabər F əvəzləyici bölünsün M-dir. Baxın, 20 Newton dartı qüvvəsi var, 10 Newton sürtünmə qüvvəsi var. Kütlədə 5 kiloqramdır. Bu da olacaq 2. Və bu bərabər təcilli hərəkətdir. Çünki dartı qüvvəsi də sabitdir, sürtünmə qüvvəsi də sabitdir, μmj, μ dəyişmir, m dəyişmir, j dəyişmir. Və dartıdan sürtünməni çıxanda da biz sabit qiymət alacağıq. Sabit qiyməti də cismin kütləsinə böləndə sabit bir təcil alacağıq. Yəni A variantı. Yeri gəlmişkən qeyd edeyim ki, dartı qüvvəsi sürtünmə qüvvəsindən çox olduğuna görə bu bərabər yeyinləşən hərəkətdir. Yəni təcilin istiqaməti bu istiqamətdə olacaq. Həmçinin əvəzləyici qüvvə də dartı qüvvəsinin istiqamətində yönəlir.